Evet, değerli izleyicilerimiz, hepinize hayırlı akşamlar, selamlar. Türk Hareketi Radyo TV'den, Ankara'dan ben İmdat Özcan Deliomiroğlu, programımıza katılan Güney Azerbaycan Demokratik Türk Birliği Genel Başkanı Sayın Ecdet Akizade Bey var. Biz bugün Güney Azerbaycan'ı yine konuşacağız, İran'ı konuşacağız, İran'daki son gelişmeleri konuşacağız. İran nereye gidiyor? Daha doğrusu İran diye adlandırılan ülke nereye gidiyor? Biliyorsunuz orada şu anda ayaklanma demeyelim ama insanların bir isyanı var. Molla rejimine karşı, hukuksuz bir yönetime karşı, hürriyete karşı, hürriyete yönelik İran rejimine karşı bir ayaklanma var. Topyekün bir ayaklanma var. Tepki var. Biz bu tepkileri Sayın Genel Başkanımız Ecdet Akizade Bey'den gelişmeleri dinleyeceğiz. Kendilerine çözüm önerileri ne olacak, ne şekilde bir hareket edilecek, bunlar konusunda biz kendilerinden bilgi almaya çalışacağız. Sayın Başkanım, hoş geldiniz. Hoş bulduk efendim. Sayın Başkanım, şu anda İran'da bir halk rejime karşı bir halk ayaklanması var. Tabii ki haklı bir ayaklanma. Bugün İran'da yaşayan insanların çok zor şartlar altında yaşadıklarını biliyoruz. Hak etmedikleri bir şekilde yaşadıklarını biliyoruz ve bugün bu insanlar sokakta rejime karşı bir direniş içerisindeler. Bu direniş neden başlatıldı? Önce buna kısa bir örnekle, sebepleri nedir? İran rejimi buna nasıl sebep oldu? Bununla ilgili bir başlangıç yapalım. Ondan sonra yavaş yavaş biz şu andaki İran'ın durumunu programımıza oturtturmuş oluruz. Teşekkür ederim efendim. Çok da var olasınız. Dediğiniz gibi şimdi dünyanın siyasetinde bu yeni yılın başlangıcıyla çok değişiklikler olur. Biz şimdi konuşuruz. Konuştuğumuz anda Venezuela'nın prezidenti Maduro yok etti. Yani nereye gidip onu Trump bilir. Trump bilir ki o sosyalda yazdı ki Maduro gidip ben bir yerde yiyip içir şefede hanımızla gidip Maduro'nun birinci mavini yardımcısı da söyledi ki Maduro itip ve Venezuela'da kalıp baş başına demiyorlar ki diktatörlerin, despotların canlarına bir korku düşüp şimdi yani bunları yığıştırırlar ve Maduro'nun ve Maduro devletinin esas yanında duran, yardım eden, ondan birgel hareket eden Tehran rejimidir. Ve Latin Amerika'da Tehran rejiminin sağ eliydi. Böyle demek olar. Hamene'nin bir baca sağ eliydi. Diktatörlerin, despotların ve tek başına ülkeleri yürüdenlerin belə deyək, seçki nədir, qulaq asmaz, özləri bilər, özləri edərlər. Ancaq demək olar ki, bu saatdan bəri, yəni bugündən bəri Ocaq ayının 3-üdür, Maduro'nun kitabı bağlandı. Elə gəlir. Və bu da onu göstərir ki, birbaşa Tehran rejiminin istər petrolla bağlı, istər orada puaları istehsal etməsi, istər oraları, qara paraları oradan yuması və orada Hizbullahın deməli ki, təşkilatlandırması bu bitmiş görünür, yəni indi. Son günlərdə də İran adlanan yerdə geniş çapda, İran adlanan yerin genəlində bir ayaqlanma var. Demək olar ki, günəndən bəri, Cuma günündən bir yana, Cuma gecəsindən bir yana insanlar və oradakı işgəncəyə məruz qalan, baskıya məruz qalan millətlər, insanlar silahlı yanıt verirlərdi rejimin özel qüvvətlərinə, polisinə dünən gecədən bəri. Yəni, keçən həftənin gün 6-cı gündür bu hərəkat var. Ancaq demək olar ki, tez bu sosial hissələrdən
əkməkdən və keçdi bu söhbətlər. Bu günləri birbaşa yönetimin başını Seyyid Ali Hüseyin Xameneyni hədəf alır, rejimi deyirlər, rejim getməlidir. Rejimin getməsində, rejimin devrilməsində şimdi İran adlanan yerdə olan siniflər və millətlər, insanlar hamısı bir fikirdədirlər. Bu rejim getməlidir. Və bu da Fars dövlətçiliyin irticaçı, mühümmatçı, işğalçı, despotik, diktatora Fars dövlətçiliyin irticaçı qanadıdır. Dini kullanan, dini siyasətdə, dini dövlətdə, dini eğitimdə, dini bütün xarici siyasətlərində kullanan və terrorunda kullanan demək ki, bir rejimdir, Fars dövlətçiliyin rejimidir. İndi bu son, yani Oktyabrın 7'sindən sonra iki sene bundan önce bu Hamas deyilən terörist təşkilatının İsrail'e hücum aparmasıyla belə demək olar ki, bir yeni dövr başlandı. Tehran rejiminin, özellikle Tehran rejiminin bu yakın doğuda olan, bunun demek ki bütün o yan qüvvələri, hamısı, Brexit qüvvələri, istər ki Gazada olsun, istər Livanda, istər ki Suriye'de, istər Irak'ta ve bunların hepsi vuruldular, sıradan çıxardılar. Tehran rejimi bu yerlerde belə ağla gelmez silah oturtmuştu. Silah vermişti, 10 milyarlarla para vermişti ve oradaki adamları suistifade etmek bəsləyirmiş kimi İran adlanan yerde İnqilab Qvardiyası adıyla, Quduz təşkilatları adıyla ve özel qüvvətleriyle adıyla Suriye, Libana, ondan sonra Gazze'ye göndermişti ki orada düzdür, indi İsrail'i deyirdiler ama İsrail təkcə İsrail değildi. Tehran rejimi esasen deyirdi, biz Ağdeniz'e gelirik, yeni imperiya yaradırıq 2000'den 500 sene önce. Əhmənilər imperiyası olub, biz onu yəni Fars yaradırıq və o imperiyasını tam yaradırıq və bununla da ancaq Suriye'nin yıkılması, Başar Əsədin yıkılması və orada bu Tehran rejimi seneler boyu demişti İran adlanan yerde Başar Əsəd'i saxlayırıq. Orada olan şiyyətçilərin, imamların məzarlıqlarını koruyuruq, belə məzarlar əldən gedər, nə gedər, belə şeylər qoyuruq. Amma Suriye'de Başar Əsəd yıkılanda Tehran rejimin beli kırıldı. Yani əsas demək ki, İran adlanan yerde Seyyid Ali Xameneyinin və onun rejiminin tamamıyla abrı getdi. Otoritəsi sındı İran adlanan yerde. Yani bu işte 100 milyardan çok para vurmuşdu. Cemaatın demək ki, İran adlanan yerde bu millətlərin, insanların ekmeğini, suyunu, işığını, her şeyini, paralarını kəsib, ilacını kəsib burada demək ki, haşlamışdı. Və demək olar ki, gazların vurulması, bunlar Gazze'de Oktyabrın 7'sinde belə düşünürdülər ki, Xamenei əmr etmişdi ki, hamımız birlikdə ya geçin demek ki bu Gazze'dekileri Allah'tı. Siz girin demek orada ataka kesin, hücuma kesin, biz de geleceğiz. Livan da gelecek, Hizbullah da gelecek, hamımız birlikte Colandan girəcəyik, heç biri gelmedi. Ve Hamas da Gazze'de gitti. 70 binde orada günahsız insanları ölüme yuvarlandırdılar. Yani bu Tehran rejimi. Ve özünün de özləri də deyirdir, ay 5 ölkə bizim əlimizdədir, bizim ordumuz, 5 ordumuz savaşırlar. Kimə qarşı savaşırlar? İsrailə mi? Göz savaşırlar, İsrailə qarşı deyirdi bu. Külli demək ki, ərəblərə qarşı və özəlliklə bunlar hazırlıq görürdü Türk millətinə qarşı. Və baxın görün ki, bu Ağdənizə gedir, nə yapmaq istəyirdilər, baxın görün. Düzdür, indi bəzi yönetimdə olan, bu Türk dünyasında yönetimdə olanlar görməməzlikdən gəlirdiler. Göz yumurdular bunların əməllərini. Din qardaşlığı edirdiler və din qardaşlığı edirlər. Yəni dinsilici, din qardaşlıqlarını dırnaq arası deyək. Bunu Türklükdən üstün tuturdular. Və bu da demək ki, Türk dövlətçiliyində, ümumiyyətlə deyirəm, Türk dövlətçiliyində tam istər ki, bizim bütün Doğu Türkistan'dan tutmuş Kafkazlardan ve yakın doğuda Türk dövlətçiliyində olası bir şey değil.
hansı bir dinsizliği gətirəsən, hansı bir ideolojini gətirəsən, hansı bir demək ki, nə deyirsiniz, sinifdən gəlmiş komünist ideolojisini gətirəsən, Türk millətinin dövlətçiliğinin üstündə qoyasan. Bu olası deyil. İdeolojik bir dövlət fikirdən Türk dövlətlərinin üstünə qonmaq olmaz. İndi bu günləri İran adlanan yerdə, yəni demək olar ki, Livandan sonra, Gazzadan sonra, Suriye'den sonra ve bu günleri Venezuela'dan sonra bu günleri Tehran'ın növbə özünün değil. Yani geçen aylar içinde 12 gün içinde İsrail geldi. Bunlar özleriyle özleri çağırmıştılar. Ay gelin demek ki göre İsrail'e burası yok ve füzeleri ora fırlattı. Şimdi biri de sıkıntı enerji attı. İsrail Tehran'la savaşıyor. Gəlin biz də sizə Tehrana dəstək verək. Nəyə görə Tehran özü istəyib o savaşa? İki kişi filan yerdə savaşır. Biz yenə bir tərəfini tutar. Nəyə görə? Tehran rejimi özü istəyib. İstəyir İsraili dənizə tökər. Yahud millətini dənizə tökər. Sonra da demək ki, bu bölgədə nə yapacaq bəllidir. Ona görə biz də deyək ki, salamün aleyküm Tehran rejimi. Biz sənə yardıma gəlmişik. Nəyinə görə? Diktatora bir dövlətdir, despot bir dövlətdir, anti-Türk bir dövlətdir, anti-demokrasi bir dövlətdir, insan haqlarına zid bir dövlətdir, parlamentarist sistemə zid bir dövlətdir, çağa çağdaşlığa düşman bir dövlətdir. O Türk'ün düşmanıdır bu dövlətdir, bu quruluş. Ona görə biz yenə deyək ki, gəl sənə yardım edəcəyik. İsrailini vurursan və gətiriyorsan, özün bəsliyorsun kimi Azərbaycanı da, Azərbaycanın güneyinə vurdurursan. Gəlib Təbrizin ətrafında, Urumiye'nin ətrafında füzeleri orada gizlədirsən, oradan da fırladırsan İsrail'e. İsrail'e yine deyirsə, bak burada demək ki, füzeler var, gəlin. Gəlib Təbrizin ətrafını vurur. Sonra da çıxırsan ki, baxın görün İsrail Azərbaycanı vurdu. Sen burada ne ölürsən ki, öz füzelerini, öz silahlarını, adamlarını burada gedirsən, Həkədir şəhəbini gətirib Azərbaycanda gizlədirsən. Gelirsən Kürt dəstəni, PKK, PKK'nı hansı zəhrimarları Azərbaycana gətirirsən. Nədən? Niyə? Və İsraili bura çəkib gətirirsən. Musad'ın Təbrizdə nə işi var? Görək ki, bu bizdən sorulsa, biz İsrail'e qarşı savaşırıq. Ya demək ki, İsrail'in bizimlə nə işləyən və bizim ondan nə işləyən. 2000 kilometre ayındadır, geçsin ikini görsünlər. Gelip Kürt gətirirsən ki, gəl bizi vur, Azərbaycanı vur, bu şəhərlərimizi vur. Yəni istəyirsiniz ki, Azərbaycanın əlini qoyasın daş altına. Türklər buna qatasız bu işə qatacaq. Amma biz durub demək ki, Hamas'a görə, Qaziyə görə, Hizbullah'a görə. Bu bizim savaş deyil abi. Bizim başka dinlərlə, başka millətlərlə savaşımız yoxdur. Onların da savaşına qatılası deyil. Bu bizim işimiz deyil. Əgər problemləri var, geçsinlər Birləşmiş Millətlər Təşkilatına, New York'ta həll eləsinlər. Yəni Tehran rejimi bütün millətləri, özellikle Azərbaycanı da, Türkləri de Azərbaycan Türklərində, İran adlanan yerde olan Türkləri de dəfələrlə bu işleri yapıblar. Ve bu İsrail'le savaştan önce, Saddam'la savaştan Xumeyni getdi, bunu demirlər abi. Xumeyni getdi, Saddam'ı vadar etdi ki, mecbur etdi ki, gel savaşa, gel de gel. İran'ı tutmaq istəydi, Kərbəlaya gedirdi. İmam Hüseyin'in mezarını tutacaq Kərbəla'dan. Keçəcəkdi oradan demək ki Livana, Livandan keçəcəkdi orada İsrail'e, demək ki Qudüs tutacaqdı. Oradan da keçəcəkdi Məkkə-i Hərəmeyn-i Şərifəni tutacaqdı. Bu Xumeyni'nin istəyi də, Xumeyni deyildi, yeri kimi deyildi. İndi kimsələr necə yox, eşitmədi, görmədi, yalan deyirlər. Deyildi demək ki, Rah-ı Qudüs az Kərbəla mı gözərən? Qudüs'ün yolu Kərbəla'dan, yəni İraqdan keçir. Deyildi, İraq'ı tutacaq yox. Sonra Kudüs'ü İsrail'e tutacaq, Kudüs'ü tutacaq. Sonra da keçəcək və demək ki, Kəbəni, Hərəmeyn-i Şərifini tutacaq, Saudi Ərəbistan tutacaq. Bunlar deyil, Xumeyni. Deyil, Sünnüdülər, Ali Saud, belə. Və deyil, Xumeyni deyil, bu İslam dünyasının bakı mənəm. Mənəm, yəni bu Şiə, özü Şiə, Əxvan-ı Müslüminə, Müsəlman qardaşları birlikinin fikirləri ilə qatışdırıblar, bir şeyi çıxardırlar. Ay demək ki, Fars şiəsiliyi külli İslam dünyasının başına gələcək. Ah, olar mı? Sən bir avuz demək ki, Farssan nəsən və Şiə hər nəsən, gəlirsən 2 milyardan artıq
fazla olan bir Müslüman İslam dünyasına Türk milleti de onun içinde olarak başçılık edersen. Hümeyni bunu isteyirdi. Ve onun devamlısı da Seyyid-i Hamene'yi de bu iş görür. Bunlar güz görmeyende şere aslana çevirirler. Ama gücü görende sıçana devirirler. Nasıl ki demek ki Azerbaycan'da Azerbaycan'ın güneyi besliyormuş kimin? Azerbaycan'ın kuzeyini de isteydiler. Kafkazları isteyirler. Türkistan'ın hepsini isteyirler. Yani bu günləri tək mən diyorum, hele bu Türkler yerində, o Tacikistan'da ki deyirlər kardeşimizle ay Farslı, ay deri dilinde danışır. Oranın prezidenti çıxır, ne isteyeceğiz çekim sıkıntıdır, ne istemez çekim bizden. Bütün teröristleri dolduruyor her yanı. Bu günleri ilanın başı Tehran'dadır. Bu günleri ay bu Hizbullah'dır, Hamas'dır, Həşad-ı Şəbi'dir, ondan başka yerlerde gruplar, Çətayib'dir filandır, bunlar hamısı. Bunlar hamısı Tehran'ın qəbrindən, bu Tehran rejiminin qəbrindən çıxır. O məzarından çıxır. Bu günlərdə indi Batı dünyasının da vaxtıyla bunların gəlməsinə yardım etdi. İran adlanan yerdə mən onun iştirakçısı olmuşam. İran adlanan yerdə Pəhləvi sülaləsinə, Şahlıq Usul İdarəsinə qarşı ki bağımsız bir sistem deyildi. Millətlərin başda Türk'ün düşmanı idi. Azerbaycan'da genosit siyaseti yapmıştı. On binlerce Azerbaycan Türk'ünü öldürmüştüler. Dilin kadar yasak etmiştiler. Azerbaycan'ın şah deyilen bu demek ki murdarlık. Ona göre de milletler de başka milletler de vurup kırıp dökmüştü. Milletler de insanlar da demokrasi isteydi, parlaman isteydi, insan hakkı isteydi, toleransızlık isteydi. Ve bu Pəhləvi sülalesine Fars rejimin o bezekli yüzüne karşı inkılap edildi. Ama ne oldu? Elə bak bu Amerika, bu İngiltere, bu elə bu mallaları vaxtıyla bu Pəhləvi sülalesini getiren bu İngiltere, İngiliz emperyalist devleti, Fransa vaxtıyla Giscard d'Estaing ələ verdiler, götürdüler bu mallanı, Hümeyni'ni götürdüler Irak'tan, Nokleşatı Paris'e, Fransa'ya, oradan da getirdiler milletlerin, demek ki o devrimlerin üstüne kondurdular. Yani irticaçı, mühimmatı geri kalmış ve Fars devletçiliğini korudular. Aynı onun birisi bu Suriye'de oldu. Orada vaxtıyla ayaklanan milletler demokrasi, azadlık isteyirdiler. Ne oldu? Bəşar Əsədin sonrasından Tehran rejimi, Rusya qalxdılar ki, ay bunu dəstəkləyirik. Sonra da Amerikalılar, bu da bu Hillary Clinton da söyleyiblər. Geldiler, DAEŞ eşit yarattılar, DAEŞ yarattılar ve ne bileyim çeşitli grup, İslamcı gruplar yarattılar ve sonu da göz qabağındadır. Ve sonra da ne oynadılar? Kürt teröristlerini də dəstəklədi. YPD, YPG, PKK'nı kondurdular Suriye'den. Ve Türkiye'nin bu günleri gözü karşısında bir Kürt devleti yaradılar. Sonra bunu konuşacağız. Türk devleti yaratmak Suriye'de Azerbaycan'ın güneyini ve Türk varlığını ister Suriye'de olsun, ister demek ki Irak'ta olsun, ister ki demek ki çeşitli ülkelerde ve habera İran adlanan yerde buradaki Türkleri milyonlarca, 10 milyonlarca Türkleri demek ki Kürtlerin baskısı altına Farslar bes dövmüş. Bir yandan Kürtleri de geçsinler. Bu da bellidir. Amerika'nın silahları bunların elinde. Arkalarında İngiliz, İsrail ve bunlar da bu günleri bu Tehran'da giden havadiste görünür ki ve bu haklı bir havadistir. Bu olmalıdır. Ay bir yandan biz diyeceğiz ki şimdi kimselerin demek ki Amerika'nın çıkarları var, İsrail'in çıkarı var bu rejimine. Rejim olarak karşı hansı işlere el atır, terörist gönderir filan. Her gün demek ki süpersonik füzeleri hazırlayın, nüve silahını hazırlayın. Olmasın. Amerika, İsrail öz devleti menafeyi biz biraz açık dedim. Aman İsrail beni vur. Mallar rejimini vurma. Aman canım kurban mal diyor. Hele söz yok diyeyim. Ama Türk milletini, Azerbaycan Türk'ünü getirip demek ki bu bizim savaş değil. Hümeyni'nin Saddam'la savaşlar bizim savaş değil. Bizim savaşımız budur. Bu rejime, Fars devletçiliğine karşı, PKK'ya, PCK karşı toprağımızda gözleri var.
Bu rejim Azərbaycanı Fars döneminden Fəhləli sülaləsi, Şahtılıq idarəsi döneminden işgal ediblər Azərbaycanın güneyini. Azərbaycan işgal altındadır. Bu hamısı bəllidir. Bu günləri İran adlanan yerdə siyasi partiyalar yox, azad qəzetə yox, azad jurnalist yox. Həbslərdə, danışıqlarda, zindanlarda doludur Azərbaycanlılarla və başqa millətlərlə. Siyasi partiyalar yox, qəzet yox, azad söz yox. Və nə deyəcək? Atıblar bir dənə Farsları dəstəkləyən, Pəhləvi sülaləsini dəstəkləyən teröristləri, oxşardı teröristləri, xalq mücahidləri dəstəkləyən, Amerika dəstəkləyən bir qrupları, onlar da öz xeyrindən konuşuyorlar da. Yəni bunlar varmış, elə bu rejimdən sonra bunu götürün. Elə deyil axı. Burada millətlər var, başqa Azərbaycan, Türkü və Türk milləti var. Azərbaycanlılar bu günləri bu bölgədə Türk millətinin, özellikle Azərbaycan Türkünün, Qafqazdakı Azərbaycan Türklərinin, Külli Azərbaycan Türkünün demək ki, misyasıdır. Təbriz qızıl almadı. Bu günləri buradadır, hər şey çözüləcək. 40 milyondan artıq Azərbaycanlı buradadır. Bunun 10 milyonu da Arazın o özündə, Qafqazlarda 50 milyondan çox Azərbaycanlı Türkdür özündə. İrticacı, mühümmatçı deyil. Demokrasi uğrunda mücadele gösterir. Sekülerizm uğrunda mübarizə aparır. Parlament istəyir. Azərbaycanlar bu bölgeye 100 sene bundan önce birinci defa Mustafa Kemal Atatürk'ten de önce parlament getirirler. Bunu Mustafa Kemal Atatürk özü de söyleyir. Yani bu günləri Azərbaycan demək ki, burada Azərbaycan Türkünün ve Türk milletinin bir türlü yoxluğa salıblar deyirlər ki, elə bir Türk yoktu burada. Ay birisi çıxıblar, Gazze nerede kaldı, Hamas nerede kaldı, Kürt nerede kaldı, bəs Türk nerededir? Ve bu var olan 100 milyonlarca varı inan imkanlarıyla bu bölgede Türk nerededir? Türk'ün yeri nerede? Onu bize gösterin. Nerede oturursan beni bağlamaz. Hansı kırıklıqda oturursan, hansı yönetimdesən, partiyasan. Söyle görüm Türk nedir? Nerede? Türk'ün hakkı nedir? Ya gedəcəksiniz Rusun ardınca, ya gedəcəksiniz demək ki, Batı dövlətlərinin, emperyalist dövlətlərini dalacaq, ya da gedəcəksiniz irticacılıq, mühümmatçılığı Allah'a bəhanə edəcəksiniz. Həmd olsun deyəcəksiniz, gedib irticanı dəstəkləyəcəksiniz. Türkiye her zaman azad dövlət, açıq dövlət və bu dönemde, bu 20-ci əsrdə, 21-ci əsrdə demokrasinin, parlamentarizmin, ədalətin sərgilədici, dünyəviçilik, sekularizmin sərgilədici bir dövlətlər, qadın haqlarının qoyduğu, yarattığı dövlətlər olub, bu günləri çıxacaqsan, gedəcəksən mənim Kuzey Kıbrısında, mənim Mehmetçikimin qanı ilə yenidən dövlətin qurulan yerə gedəcəksən, Kuzey Kıbrısa deyəcəksən, mənim zozluqlarım, haradadır başörtüləriniz? Başörtüyü axtarırsan, getdi Kuzey Kıbrısı. Kuzey Kıbrısa getdiniz, nələr yapdınız? Başörtüyə görə. Ona göre de bu günləri Azərbaycanın güneyində və İran adlanan yerin genelinde talak gelir. Bu rejime karşı. Amerikası da, İsrail'de özlerinin çıxarlarını görür. Onların öz haqqıdır. Hər dövlət dünyada belədir. Ama biz çıxaq. Tehran rejimine göre, irtizacılığa, mühümmatçılığa göre çıxaq. Ay İran parçalanar, ay İran gediyor. Gəl Azərbaycan Türkiye. Qoşul demək ki, silaha sarıl. Tehran rejimini koruyun. Niye? Tehran rejimi PKK'nı dəstəkləyir. Tehran rejimi PKK dəstəkləyir. Tehran rejimi demək ki, irticanın, demək ki, baş qərargahıdır. Biz de Tehran rejimi dəstəkləyək. Biz de Türk olarak öz dövlətimiz, öz dövlətçiligimiz, bizim borcumuz budur. Teröristi işgalçını bu günləri Tehran rejimi Sayın Bəy, Tehran rejimini dünyada bugün terörist devlet tanıyorlar. İnqilab Qvardiyasını terörist tanıyorlar. Ve bunlar teröristdir, irtizacıdır, işgəncəgərdir ve işgalçıdır. İşgalçıdır. Bunlar devlet oğrusudur. Bu devletçilik, ondarma Fars devletçiliğini Türk'ten oğurlayıblar İngilizlerin yardımıyla, sonra Amerika'nın yardımıyla. Gelin götürün aparın da zibilizdir. Götürdünüz Maduran'ı yapardınız. Aparın bunu da bu Maduran'ın yanında bunu da aparın Başar Esad'ına verin Putin'in eline. Lukaşenko'nu da getirin koyunura. Yığıştırın da bunları. Yani Batı dünyası ya demokrasi,
azadlıq, insan haqları, qadın haqları, parlamentarizm, cumhuriyyətçilikdən yanasan, onda icabını yap. Ya onda demək ki, qapalı qapılar arxasında petrola görə, paraya görə, özünün demək ki, o əski istismarlı ya da fikirlərinizə görə yenə də bu irticaçılarla, bu mühümmatçılarla o qədər demək ki, gözlü yumacaqsınız. Bax, Madona gəldi, qapısı kəsdi. Sənələrdir Madona. Gəldi, kəsdi. Hugo Chavez getdi, Madona gəldi. Neynədiniz? Və yaxud Kubada gözlü yumuz gəldi, orada kəsdi. Və bu günləri Vaşintonda teröristlər Tehran rejiminin qidalandırdığı, maliyyələşdirdiyi, barındırdığı teröristlər Vaşintonda, indi sizin məhkəmələrdə dünləri cənab Trump 40 ölkənin uyruqlularını Amerikaya girişini qadağan elədi. 40 ölkəni və demək ki, bu İran adlanan yerdə onların biridir. Yəni İranlılar gələ bilməz Amerikaya. Niyə bu rejimin ucbatından? Hə, deyə da ona görə də bu günləri İran adlanan yerdə o bütün rejim ki, işgəncəgər, adam yiyən, Türk düşmanı millətlərin, azadlığın, insanlığın, qadınların düşmanı idi, murdarlıq dedi başdan ayağa. Əgər murdarlıq olmasa bir rejim, niyə o məmləkətdə inqilab olsun ki? Niyə devrim olsun ki? Nəyə görə? Başkanım, Sayın Başkanım. Bəli. Şimdi Amerika diyor ki işte biz bu ayaklanma yapan sizlere yardım edelim diyor ve İran'a vuralım diyor. Şimdi burada tamam tut İran'a vur. Ayaklanmaya yardım et. Rejimi düşürmeye çalış. Rejimi düşür. Ama burada biz orada Türk milleti olarak yani bizim bir hayrımıza olacak bir hareket mi olacak? Yani bugün Amerika yani şu anda böyle bir pozisyona girmek istiyor. Yani bu Türk milletinin yararına mı olacak? Yoksa zararına mı olacak? Yarın öbür gün PKK'yı Güney Azerbaycan'da meşrulaştırıp orada bir PKK tampon devleti oluşturma durumu olabilir mi? Bunu Kuzey Irak'ta da yaptılar, Suriye'de de yaptılar. Bu konu üzerinde de bir açıklama yapsanız. Efendim, demek ki düz değil söylersin. Burada bir konu var ki Türkiye'de, benim Türkiye Cumhuriyeti devletinde, benim devletim, yani ben diyenler biz Türklerin devletidir. Türkiye Cumhuriyeti devleti. Mustafa Kemal Atatürk'ün ve onun silahdaşlarının koyduğu devlettir bu. Bu Türk milletinin mücadelesinin, Kurtuluş Savaşı'nın sonunda yaranan devlettir bu. Bu bizim devlettir. Vaxtıyla Sovet devleti vardı. Sovet döneminde dünyanı ikiye bölmüşler. Soğuk Savaş döneminde təkcə bir ada kimin qalmışdı devlet Türk adına Türkiye devletiydi. Türkiye devletiydi ki bizim başımızı çəkirdi ve bu günde Türk dünyasının esas dalgalanan bayrağı, dayanan gücü, dayanan devleti Türkiye devletidir. Ama ay Türkiye'de çıktılar söylediler ki ay Azerbaycan'ın güneyinde Tehran rejimine karşı bir eylemler olsa, bir demek ki dayanışma olsa onda demek ki orada PKK gelir, filan kəs gelir, Türkiye'den filan devlet yaradarlar. Bak da belə söylədiniz, Azerbaycan'ın güneyinde olan her harekatı kölgeye saldınız, bağımsızlık harekatını vırdınız dolayısıyla Tehran rejiminin yanında durdunuz, ama gittiniz PKK'ya destek verdiniz. Demek ki bir ayağınız İmralı'dadır, bir ayağınız Kırklar'dadır, bir ayağınız Qəndi'dədir. Və demək ki, qondarma generallar, yalancı dırnaq arası, Kubanadan dəmyalı general olub adamlar. Hər kəs də bu kürtçüğazlardan durur, tumanını geyməmiş bir general olur. Yarın da durub Pentagona gedir. Və nə oldu? Güney vırdınız. Bəs bu nə oldu? Və Tehran rejimi sizin o pərdəş dediyiniz, dəstəklədiniz, Allahu Ekber dediyiniz, Müslümandır, hamdolsun dediyiniz, Tehran rejimi bu PKK'nı seneler, uzun senelerdir Azerbaycan'ın güneyinde Türk şehri, Türk'ün etrafında barındırıp Karayılan, Duran Kalkan,
Hamısı hansı itdən pişikdən orada. Orada barındırılır. Hastaxanaları orada. Qəndildən, Ənindən Urumiyə, Azərbaycanın güneyinə, batıya Azərbaycana girirlər. Pəhləvi sülaləsi dönəmində, Məhəmməd Rıza dönəmində yüz minlərcə Kürdi mavi deyirdilər, mavidiləri doldurdular İran adlanan yerdə və Azərbaycanın demək ki batısına və sonra bu rejim davamında gətirib indi Təbrizədək. Urumiyə, Təbriz, Azərbaycanın göbəyinə zət doldurur. Və siz də göz yumursunuz o tərəfdən də bunlara avans verirsiniz. Silahı götürür gəlir demək ki Azərbaycana. Və siz də bunların qarşısında kim dura bilər? Azərbaycanda Azərbaycan Türkiye bu millət dura bilər. Bu millət. O yandan da yok korkursunuz ki yok bunlar geçsin sonrasından orada da Tehran rejimini dəstəkləsinlər və yaxud Türkiye'de Ankara'da tırnak arası akademik, politikerler, siyasi partiyalar korkuyorlar. Azerbaycan'ın güneyinden de bir söz ortaya çıkanda korkuyor. Bunu danışma, bunu demir. Sen kimden korkuyorsan? Türksen, niye korkuyorsan? Kimden korkuyorsan? Ay saraydan belə bakarlar, saraydan ele bakarlar. Ve sen deyəndə ki, demek ki durup orada söyleyirsiniz ki siyasi partiyalar filan. Onda sen demek ki Azerbaycan'ın güneyini Kürt tanımıyorsan, olması saldırana kaydıyorsan. Siz olması Yavuz'un demek ki kalan koşunlarınsan, nasıl sizlerden ile bu İsmail'in daha demek ki adamlarının var bu İran adlanan yerde şiyəsilər. Osmanlı deyirlər, ne Türkiye belədir, ne filan belədir. Geri kafalılar, mezarlıklarda kalanlar. Evet, Sayın Başkanım, şimdi Amerika gerekirse... Tamam. Tamam. Demek ki Türkiye Cumhuriyeti Devleti'ne, kuzeyde olan Azerbaycan Cumhuriyeti Devleti'ne, artık Türk dünyasına ve demokrasi seviyesine, azad devletlere karşı Azerbaycan'ın rengin bağımsızlığının bir gerçekleştiği istediği yok. Bizim demek esas Azerbaycan'ın güneyini bağımsızlığını koyuyor. Defalarla tarih Azerbaycan'ın güneyinde bizim milletimiz her zaman çalışır ki bir türlü bu İran Cumhuriyeti çerçevesinde öz demek ki o federal hukukları hatta olan meşrute ve kaldırılaçı olan siyada Azerbaycanlıların bir özlerine bir muğar olsun. Bu niye yani soykırım yaptılar. Bu. Ona göre de biz Azerbaycan'ın bağımsızlığını istihdamını koyduk. Ve bu da tekmenler Türk'e geçmiyor. Bu Türk milletinin isterse Türk milletinin o boydan Sovet devleti dağıldı. Ve bağımsız Türk devletlerinin yeniden berpa oldular. Ve bu demek ki dağıldı. Demek ki bu Sovet devleti dünyasını bölümü dağıldı. Artık demek ki uygulandı dağıldı. Türk milletine sahip doğulan o Türk Türkler alanı biz de burada Azerbaycan'ın bağımsızlığını koymuşuz. Ona göre ki İran adlanan yerde Fars devletçiligin hükümetleri ile birlikte bu yüzyılda hamısı deneniblər. Deneyimden geçiblər. Bunlar irticadan, mühümmatdan, despotizmiden, işkenceden, baskıdan, işgaldan başka bir şey getirmeyiblər. Başka milletlerin de düşmanıdırlar bunlar. Dil kesirler, yazı, pozu, kitabet, azad söz yoktu burada. Azerbaycan Türkleri de bu 100 sene içinde devletleri olmayan bir durumda kalıplar, özlerini bir türlü koruyublar. Şimdi de 45 senedir o birisi rejime karşı 53 sene, 57 sene dövüştü bizim milletimiz. Pəhləvi sülalesine, Şahlı Müzdarəsinə karşı. Bugün de bu rejimdeki geldi İran adlanan yeri korusun sağlasın. 45 senedir bu rejime karşı savaşır bu millet. Azerbaycan'ın güneyinde bağımsızlık savaşı uğrunda bir mücadele var. Demokratik bir mücadele. Ama bu o manada değil ki Azerbaycanlılar yarın Tehran rejimi, bu Fars devletçiliği ve bu işgalçılar silaha sarılanda Azerbaycanlılar ellerini koyacaq, ellerini oturacaklar. Öyle değil.
Silahın cavabı silahdır. Baskının cavabı demək ki, onu geriyə oturtmaq və işgəncələri, işğalçını Azərbaycandan çıxartmaqdır. Və həftə içi də göründü ki, Tehran rejimi belə düşünürdü ki, 45 sənə din adı ilə, məzhəb adı ilə hər bir şeyi kullanıyor və qulağı tüylüləri hər zaman çeşitli ölkələrdə də belədir. Azərbaycanın kuzeyində də, Türkiyədə də qulağı tüylüləri yığıb gətirirlər, sən Osmanlı çocuğusan, sən demək ki, ay demək ki, Rus çocuğusan, ay sən Şiə çocuğusan, Azərbaycanda Tehran rejim adamları gelir, teröristləri yollayır İslam adına. Ona göre de ama bu günleri İran adlanan yerden milletler ayrılıp bilirler. Tehran rejimini korumak için Amerika ile İsrail'le savaşa çıkan değil bu millet. Ama Amerika, İsrail nasıl ki geldi neçə ay bundan önce İsrail vurdu. Tehran rejiminin hamısını kırdı, dövdü, dediler biz de yenilmezik, biz savaşlarız, Amerikanı vuracaq, Washington'da Ağ Ev'de namaz kılacaq. Namaz kılada gitti bir defa o reisi, orada demek ki dəstəmcəzdə namazın adı bir namaz kıldı. Dedi bak Kremlin'de namaz kıldım, Washington'da da kılacaq. Elə değil. Ona göre savaşırlarsa, Amerika Trump dünən deyib ki, biz orada olan her zaman böyle olur. Orada demək ki, əgər Tehran rejimi öz vətəndaşlarını öldürsə, hərəkatda olanları, biz də yardıma gələcəyik. Hər zaman belə olur. Millətlər ayaqda olanda, millətlər demək ki, diktatoriya, despotizmə qarşı çıxanda, sonuncu saatda İngiltərə və yaxud Amerika və yaxud emperyalist dövlətlərdə gəlib hazır olunmuş bir demək ki, məsələyə şərik çıxsınlar. Amma bu günləri bunlar Amerikanın özünü hədələyirlər. Baxın, dünəndən bəri Trump'ın o 2 dənə sətir yazısından sonra bütün demək Tehran rejiminin yönetimi hamısı Amerikanı hədələyirlər. İsraili hədələyirlər. İndi Netanyahu da Washington'da idi. Orada demək ki, qoydu gəldi tez İsrail'e. İsrail'de hazırlık görür. Ne? Tehran rejimi deyir füzeleri hazırlamışıq. Rusya'dan, Çin'den, Kuzey Kore'den ve de bu Avrupalıların özünden alıp silahları doldurup olan. Vuracağım İsrail. İsrailler de ki bunlar önleme isteyirler bizi. Biz de o demek ki vuralım. Ama bir mesele var. Şimdi burada İran adlanan yerde milletler ayaklanıplar ve dün geceden beri Cuma günü öğleden sonradan beri her şey döndü. Yani görünür ki özellikle Tehran'da sokaklarda gülle atılır. Patronlar seslenir. Silahlar elde oturup ne deyirsiniz? Kokteyl molotoflar atılır. Ve demek ki bu İngilab Gvardiyasında özel kuvvetlerde olanlar kalıplar vursunlar, milleti vurmasınlar. Kim emri verir? Hele bir söz değil. Hamene'yi bir yerde gizlenmiş İsrailler gelip uğrayıp aparacak. Ve bugün de Maduran'ı böyle götürüpler Karakas'ta. Hiç bunun etrafındakilerin haberi yoktu. Bunun yardımcısı değil, biz bilmiyoruz hardadır. Hanımızla özü böyle dik götürüpler Amerikalılar. Ve İsrail de demişti Trump'a, koy bu Hamene'yi götürek. Ama Trump koymadı. Niye? Öz ısfarları var. Trump dedi, vay Hamene'yi götürsüz, o İran adlanan yer dağılacak. Yani demek ki Gaddafini eyleyen kimi, Saddam'ı ondan sonra demek ki filan. Elbette buna dağılacak. Onlar öz hayırlarını gözleyirler. Biz ama bu demek değil ki biz Amerika'ya karşı savaşa çıkacağız. İsrail'le savaşacağız. Hey, biz böyle söhbət yoktur. Gelir vuracaklarsa öz savaşlarıdır. Ama onlar istəyir denk gətirər. Yani bu günləri İran adlanan yerdə millətlər, insanlar, Azərbaycanlılar, Kürlər, Bəluslar, Ərəblər ayaqlanıblar. Bunlara gəlib demək olmaz, belə dost ölkələrimiz də deyə bilməz. Hatta benim özümün dövlətlərim, öz dövlətlərinin, Türkiye Cumhuriyeti dövləti, Azərbaycan dövləti, kimsələr onların adına gələ deyəcək. Yox, hələ Tehran rejimindən işiniz olmasın. Dün Amerika geliyor, İsrail geliyor. Yok böyle bir şey olmaz. Öyle söhbət yoktur. Getirmişler, nasıl getirmişler, hele de götürsünler. Nasıl ki 1. Rızanı getirdi İngiltere, şah elədi, sonra götürdü. Ya, o Hitler'den birleşende, nasıl ki Mehmet Rızanı Amerikalılar yapılandırmışlar, sonra götürdüler. Gelsinler bu mallacığazları da götürsünler ama şahsı getirmesinler. Şah lazım diyor bize. Biz cumhuriyetsiz, biz çağdaş,
sekular, dünyeviçi, modern bir milletiz. Ne şah, harda şah, ne Osmanlı, ne filanı. Biz öz şahlarımızla yollamışız geçsin. Ve zamanında bizde şah olanlar ülkenin devleti koruyabilmediler. Şimdi yeniden demek ki başka etmişten bize şah getirirsiniz. Adamın da Pəhləvi sülalesinde əhvalatı belli. 100 milyarlarla para uğrayıblar. Bunlar demek ki bunların demek ki ahlaksız baştan ayağa. Bir gedəni demek ki sokaklardan Washington'da götürüp getirirler ki şah getirir. Ne şahı ne filanı. Bura İspanya'da değil bura. Juan Carlos getirir ya filan getirir. Gelin oralarda. Ya demek ki Yunanistan'da vaktini oynadınız. Bura öyle değil. Ona göre de İran adlanan yerde başka milletler özleri bilir. Azerbaycan'a ama ay Amerika diyecek yaxşı Cənab Trump deyir ki bu halk mücahitleri gelsinler daybular. Yani demek bu əskerlerin bir sürəsi kimi. Öz diplomatlarını öldüren, öz əskerlerini terör eden halk mücahitlerini, teröristler bu rejim kimin irtizacı, mühümatçı, Azerbaycan düşmanı, Türk düşmanıdırlar. Yok bunları getirir. Biri de yarın çıkıp diyecek bu halk mücahitleri bu rejime karşıdırlar da buradan siz olmaz. Yani bize ne rejim bağlamaz. Herkes çıkacak oraya göre ki bu rejime karşıdır, hakimiyet davasıdır. Tehranda o Kılıçdaroğlu isteği, Tehranda isteği oturan, o da gelecek Türkiye karşı çıkacak. İran adlanan yerin bütünlüğünü korumak adına gelip Azerbaycan'ı vuracak. Necə ki Pəhləvi sülalesini millətlər qovaladı, Amerika qulaqları yapardı. Yine de devam ediyor siyaset. O Fars dövlətçiliğidir. Pəhləvi sülalesi indi de ki ay şah getirirler. Biri de nostaljidir. Hatta demek ki şah geçmişte böyle şey değil bu televizyonların, internetlerin, saytların benim milletimin ağzını kapatıp hatta dost ülkelerden böyle Ankara'dan, böyle Bakı'dan Güney'le bağlı bir gazet, bir televizyon Kürdün hayrına yüzlerce Türkiye'den televizyon yayın. Türk'ün demek ki Türk'ün düşmanı 30 bin bebeği öldüren İmralı'da o çocuk katilini her gün demek ki televizyonlarda Türkiye'de Büyük Millet Meclisi'ne getirmek isteyirler. Ama Azerbaycan'ın güneyinden 40 milyon Türk'ten bir söhbət edəndə ben bunu Türkiye'dekilere söyleyirəm. Ne oldu Azerbaycan'ın kuzeyi bağımsızlığını elde etti? Size bir zarar eyledi mi? Ha? Zararlamadı ki. Ve Türkiye kovuştu. Biz de bunu isteyirdik. Türkiye'yle bir yerde olsun. Ve Türkiye'de Azerbaycan'ı Karabağ'da 100 sene bundan önce de indi de bir millet, iki devlet yani bir millet, bir Türk milleti. Yönetimde oturanlar da ya bilmeye asıl ben Türk milleti. Demirler bunu korkuyorlar. Hele bu günlerde satışmayan noktada bu değil. Yönetimde olanlar yani bu Türk milletini karizmatik önde giden bir siyasi bir önderici olmalıdır. Gedibler demek ki İmralı'da başka bir terörist gruba önder yaradırlar, Nelson Mandela yaradırlar. Yarın da getirerler ki Ankara'da çekilin adam gelir meclise. Utanmazsınız ki oturasınız orada o da çıkar size bir söyleşi yapar. Ve sonra da deyirsiniz ki ay Güneyliler, Azerbaycan'ın güneyinde olanlar 50 milyona yakın Azerbaycan Türkleri susun orada, susmasanız orada Türk devleti yanalar. Aha, sen yaradırsan buradan. Ha? Şimdi sıkıntı yazarsan bu Kürdə silahı Amerikalılar verir. Ve sen nefini yapıyorsan biz de Azerbaycan'ın güneyinde deyirik ki ya istiklal ya ölüm. Bu Mustafa Kemal'ın demek ki koyduğu bir söyleşidir. Ya istiklal ya ölüm. Yol budur. Kurtuluş yoludur. Ay gücünüz satmaz, satar gücümüz. Ardı da ne olacak? Sınırlar asılacak, sorulacak. Benim Anadolu'da, Türkiye'de olan milletim, benim ordum yardıma gelecek. Nasıl ki Azerbaycan'ın kuzeyinde milletin, devletin yardıma gelecek. Türk dünyası artıktan oyanacak. Yoksa Türk devletleri adına al gülüm ver gülümle olmayacak. Olmamalıdır. Ve ona göre de bu günleri İran adlanan yerde hayır sayın İmdad Bey'im. Ben Azerbaycan'ın güneyindenim. Bir köylüyüm.
İran adlanan yerde adım adım gezmişim. Tanıyorum. Hepsini tanıyorum. Hapsçaları, zindanları da tanıyorum. Üniversitelerini de tanıyorum. Milletleri, etnikleri de, Qaşqayısın da, Baxtiyarısın da, Lorun da. Hepsini tanıyorum. Kürtleri de. Biz birbirimizi yaxşı tanıyırıq. Siyasi düşərgəni də tanıyıram. Qum şəhərində. Baxın, Qum şəhəri İran adlanan yerin bir türlü Vatikanıdır. Vatikandan da demək ki, güclüdür. Bu günləri Qum şəhəri bir həftədir. Xameneinin ki, əsas gücü oradadır. Baxın, Xameneinin iki gücü var. Biri bazardır, Tehran bazarı, biri Qum şəhəri. Baxın, ve demək ki, 6 günlük Qum şəhəri deyil, ölüm olsun Xameneiyə. Hamısı orada molla diyor, 10 binlerce orada malla var. Çıkıp oradan değiller, ölüm olsun demek ki. Fikir odasıdır Qum şəhəri. Qum şəhərdə ölüm olsun mollalara. Dururlar demek ki, o İnqilab Qvardiyasının demek ki, avtomatlarının karşısında dururlar. Lənət olsun Hümeyniyə, Xameneiyə. Qum şəhəri və ardı bazar, Tehran bazarı ki, vaxtıyla bunlara yardım edirdi. Tehran bazarı ayaqlandı, indi ayaqlanıb. Bu kuş kondurmaz, bu Məsud da ben gidip konuşaram. Bu günleri bu gün. Öğleden önce Seyyid Əli Xamenei tapıldı bir deşikten. Dedi, hayır, bu ayaklananlarla konuşmak olmaz. Bunları öldürmek lazım. Bakın Əməşəki kimi 45 illi öldürür. Yani o Məsud Pezeşkiyanı da kimsen o yerinde. Ve bu günlerisinde görürsün o adam ki özünü prezident hesap edir. Ve bizim de bak şöyle dünya, gözden güne kaldık. Türk devletleri dururlar deyirlər ki, Azerbaycanlı orada bir Türk prezidentidir. Ananın prezidenti. Ne prezident? Adam bir tane yalağanın biridir, gelip bir koyublar orası. Siz de durupsuz da Kürtler de İran adlanan yerde geldi. Dayan gör ne olacak? Gör ne olacak? Trump isteyen de olmayacak. İsrail isteyen de olmayacak. İsrail gelip vuracak. Trump da demək gözünüzdə, amma İran adlanan yerde o vətəndaş müharibəsinə ki gedir, 100 sənədi söyləyirəm ki, nə də söyləyirəm. Partlayış olacaq. O yerde ki partiyalar yox, o yerde ki demək ki beyinlər düz işləməyib, mətbuat olmayıb, azad tartışmalar olmayıb, hər şey sınırlı belirlənməyibdir. Mən Türk, niyə durum Farsa inanım? Niyə demək ki Amerikanın gətirəsi bir adama inanım? Niyə? Amerika vaxtıyla demək ki Pəhləvi sülaləsinin dəstəyi demək ki arxasında durub. Şah gətirib, İngiltərə gətirib. Bu günləri bilirsiniz ki demək ki o Suriyədə o qondarma demək ki Kürt dövləti yaradırlar. O senaryonun arxasında kim durub? Amerika orada görünür ama əsas İngiltərə durub. İsraili ortaya atıblar. İngiltərə de orada durubdur. 100 sene bundan önce o murdarlığı burada yola salıb Dikəsini aparsın. İndi özləri çıxıb İngiltərədə deyirlər ki, baxın görün ki Londrada biz qorxudayıq, biz bilmirik nə yapaq, burada olub sokaklardan da keçək. Öz cəzalınızdır, çəkin. Və bu günləri terrordan hamı inildəyir. Bu terroru sizin dəstəklədiniz. Və bu günlərdə bizim elə ən yaxını bizim dost ölkələrdə terrora baş əyib. Prezident İlham Əliyev qayıdır Ukraynadan gələn müsafirlərə deyil, işğala baş əyməyin. Yəni Rusiyanın işğalına baş əyməyin. Mediada da yayıldı, göründü dedi. Yaxşı, işğala baş əyməyək, baş üstə, gözümüz üstə, cənab prezident, nə gözəl söz dedin. Mən də Bakıda hər zaman deyirəm, prezident dedim. Və ardızında bu bir ay bundan önce o akademide, Azerbaycan'da akademideki şeytan yuvasıdır. Və Azərbaycanda dəfələrlə dövlət sevilişində iştirak ediblər. Hələ də. Orada çıxdı İlham Əliyev söylədi 50 milyon Azərbaycanı. Yaxşı, cənab prezident, çox gözəl söz dedi. Bizim xeyrimizə olan söz, bizimdir. Deyin 50 milyon düz, yaxşı. İran gələlində 50 milyondan da çoxdur Türk. Dedin 50 milyon və dedin işğala baş əyməyin Ukraynalara dedin. Baş əymirlər, döyüşürlər. 10 minlərcə insanı Putin orada öldürür. Və sən çıxdın dedin ki bu Putin, bunun dədələri, bu Rus Bolşevik komünistləri Azərbaycanı işğal elədi vaxtında. Yaxşı, bu Tehran rejimi də, Fars şovinizmi də Azərbaycanın böyücünü, bu günləri Azərbaycanın 5də biri, küçük, balaca 85 bin kvadrat kilometri dövlətini kölgəyə salmayan, dövlətdir.
Bu Azərbaycanın kuzeyidir. Bəs qalan nerede? Böyük Azərbaycan, əsl Azərbaycan. 50 milyon Azerbaycan burada işgal altındadır. Onda Cenab Prezident. Siz söylediğiniz kimi 50 milyon Azerbaycandır. Bunun 40 milyonu. Nasıl ki siz işgala baş əymədiniz. Sovetə yox dediniz. Bağımsızlığı bərpa elədiniz. Bu günlər demək ki bu məmləkət əldədir. Erməni yerində oturdunuz. Rus'a da gösterdiniz geçsin öz yerine. Bu günlər razılaşmırsa biz onda Azerbaycanlılar Azerbaycanın güneyində bu işgala baş əymirik. Kurtuluş Hərəkatında iştirak eləmişik. Bağımsızlıq hərəkatı qoymuşuq. Və bunu Ankara'da da görməlidir. Biz Mustafa Kemal Atatürk yolu gedirik. Biz Yavuz da deyirik. Osmanlı çocuğu deyirik. Biz Türk çocuğuyuz. Netanyahu çıxa deyək ki, bunlar da demək ki, bir milləti Farsdılar. Və Amerika başında çıxa deyək ki, bir bayraq, bir millət, bir ölkə. Bayraq Farsın bayrağı. Millət Fars milləti, ondan da ölkələr üzdən İraq, dırnaq arası İran adlanan yeri İran. Elə deyil. Bu qondarma bir şeydi. 1925 sənəsində çıxarttılar, attılar bunların ağzına İran. Qorunmuş məmləkətləridir. Azərbaycan adına məmləkəti Azərbaycan var idi. Və başqa millətlərində özlərinin Qacar dönəmi. Ona görə də bu günləri bayraq xeyr. Azerbaycan'ın milli bayrağı var. Bizim bayraqdır. Türkiye'nin bayrağı var. Milli bayrak bizim bayraktır. Devletimin bayrağıdır. Bu günleri Azerbaycan'ın güneyinde de. Bakın yönetimde herkes olur olsun. Her kuruluşda otursun. Sen oradan yarın gidersen Türkiye devleti kalacak. Ama bu İran adlanan yerde bir defa yeniden bunlar qayıtsalar, bunların yaraları sağalsa, bunlar destek alsalar Amerika'dan paraları yoktu, para alsalar filan İsrail'den bunlar yapılanacaklar. Bu Fars devletçiliği olacak. Diktatora qayıdacaq. Azerbaycan'ın bölgeyi işgalda verəcək. Sizin buradan çıxarız ne? Onda sizin demek ki klan çıxarız var. Onda demek şəxsi çıxarız var mı? Olmasın siz Türkiye Cumhuriyeti devletini, Azerbaycan devletini bizden çok isteyirsiniz mi? Biz de sizin qədəri heç az olmasa, sizden çok da olmasa belə Türküz. Ama kölə sürgündə yaşayan, mültəzi bir Türk kimi qalmaq istəmirik. Ölkəmiz, vətənimiz işğalda olarkən və deyəsiniz ki, yox amandır, eşit olmasın hələ Tehran özü də qondardırlar. Eşit olmasın vaxtı ilə Sovet dönemində deydilər ki, bir şey söyləməyin, Rus gələr, TGB gələr, NKVD gələr, sizi yiyər. Gəldi, represiya yaptı, tankları sürdü Azərbaycanda. 10 binlərcə adam öldürdü, özü öldürə bilmədi, özü itilər öldürdü. Bunlar kimin? Bolşevik faşistləri kimin? Nazist faşistlər öldürdülər. Belədilər, yaptılar. Anda millətimiz döyüşdü. Azərbaycanın kuzeyini bağımsız elədi, Rusun ağzından saldı. Və bizim də Azərbaycanın güneyində Sayın İmdad bəy. İndi İran adlanan yerde və Azərbaycanın güneyində qorxu tökülüb. Baxın son günlərdə. İnsanlar Həmədan Türk şəhəridir. 6 gündür Həmədan döyüşür. Və Həmədanda bizim insanlarımız Türklər. Gedir o özel qüvvətlərin qarşısında o silahlanmış qorxunc o motosikletlərin qarşısında dayanırlar, otururlar. O Çində, o Pekində Tiananmen havadisində bir oğlan dayanmışdı tankçıların qabağında. O cür. Dururların insanlar Məşəddə, dün gecə Məşəddə, Həmədanda, Türk şəhərlərində və başqa yerlərdə, köylər ayaqdadır. Dün söyləyirdilər ki, böyük şəhərlər gəlmədi, ayrət gəlibdi, böyük şəhər Tehran, dün gecə Tehran hər bir yerində döyüşürdülər və cəmaət silaha quşanıblar. Şirman, Bəluçistan və demək Əlahvaz, köylər və kimin yanırdı? Lorlar daşla qovalayırlar. Və burada qalıb nə yapaq? Və bu da rejimin öz içində qorxu yaranıb. Özləri çıxıb deyirlər ki, bəs deyirlər biz dağılırız, hamısı qorxub. Yəni burada devrimdən necə yuxarı, inqilabdan da yuxarı partlayış olacaq. Və bir iddət çıxıblar ki, yox, gələk onda biz bu qoş qondurmaz var, bu Bambılı, Pezeşkiyanı, bu rejimin 40 sənədi özünə söyləyib, 45 sənədi bu rejimin içində.
bu rejimin demək ki, qulluqçusu bunu deyirlər, gəlin bunu dəstəkləyək. Yəni ki, o başqaları da çıxıb deyirlər ki, rejimə qarşı olanlar deyirlər, baxın Azərbaycanlılara, bu işğalçı rejimin Azərbaycanı işğal edən, bugün həbsxanalarda Azərbaycanlıları orada dolduran Tehranda, evin zindanı, Təbrizdə dururlar buna demək ki, Tehran rejimini dəstəkləyirlər. Baxın, Bakıda, Ankara'da dururlar demək ki, hədə bu prezident də bizimizdir. Hansı prezident? Hansı seçki? Hansı sandır? Haradaydı? Nerede? Adam demək ki, söyleyir, ben Hameneyi mənim hocam, məni gətirən, məni qoyan bura, filan filan. Hameneyi də işgəncələrin biri. Yox, onda çıxın Hameneyi də dəstəkləyin də, yəni. Hameneyi işgəncəgər, işğalçı, cinayətkar, mühümatçı, dinçi, Fars dövlətinin qulluqçusu, tiryək çəkən və 1000 dənə murdar əxlaqı olan, baxın, görün, o İsraillər bir dənə hanımı ona göndərmişdir, şıxdım, gedib 100 dənə mallı ilə yatıb, yatsın, kəlləsinə dəysin. Amma bunların əxlaqsızdırlar. Dövlətdə əxlaqsızlığı bunlar gətiriblər. Kimsələr dövlətə əxlaqsızlıq gətirirsə, o işğalçı və işgəncəgər olmaqla birlikdə o əxlaqsızda gələndə deyirsən ki, qurtarmaq bundan lazımdır. Bugün Azərbaycan türkləri niyə təmkin etsin? Nə var ki, bir kişi orada. Sizə türk lazımdır, türk. Bu Hameneyi də türkdür, də Təbrizdəndir. Seyyid Əli Hüseyni Hameneyi türkdür. Dədə babasından Şeyh Məhəmməd Xiyabaniyə çəkir, onlardandır. Bu günləri ev dustağı olan Mir-Hüseyin Musəvi Homeyninin 8 illik baş naziri türkdür. Amma Türkiyə hizmət vermir. Türkiyə demək ki, gedib Fars dövlətçiliyinə, irticaçılığına qurluğunu 50-15 sənəli də Hameneyinin Tehranda, Fasdol hissəsində qomşudurlar. Bu ev dustağıdır, o da orada demək ki, Allah'ın yeryüzündə simgəsidir. Sizə Türk lazımdır, o da İran adlanan yerdə bu Amerikalıların əli ilə Nobel prinsləri verdilər. Şirin İbadi, Nərgis Məhəmmədi, Türkdülər də. Amma gelin görün kimə hizmət verirlər? Fars dövlətçiliyinə. Birisi də elə hapsdədir, zindanda, biri haricdə. Yox, elə demək, hər kəs yoldan geçir, hər pişikdən, itdən, Azərbaycanda o qədər it doğur ki. Onda da demək Türkdür də. Görə bu hansı dövlətçiliyə, hansı qafə ilə. O calanı Kenyadan gətirəndə uçaqda gözünü açayın dedim, mənim annen Türkdür. İndi başa düşdün, sən annen Türkmüş, sən sütü bozuqsan. Bənə oldu. Ona görə də bu günləri Sayın İmdad bəy, burada kimsə gələ, bu Tehran rejimi ilə bir çəkişməsi varsa, onu bura öldürə, hayır. Bu bizim demək ki, savaşımız deyil, amma Tehranda nə qədər bu yönetimə qarşı, nə qədər eyləm olsa, nə qədər bunlar savaşsa, nə qədər demək ki, bunların canını alsalar, bunlar zəifləsə, otoritetində o bizim ayrımızadır. Bu günləri demək ki, Loru da, baxın görünür, Lorlardan öldürürlər, Baxtiyarlardan öldürürlər, Ərəblərdən öldürürlər. Və bir sənə içində Sayın İmdad bəy, bir sənə içində 2000 kişini atıblar. İndi birisilər çıxıb deyir ki, Farsi asıblar da, xeyr. Tək Farsi yox, hamıdan asıblar. Və 40 dənə qadını asıblar. Və bir neçə dənə də 18-15 yaşında çocuğu asıblar. Hər gün asırlar. O dərin dövlət və dərin daşlaşmış dövlət işləyir. Orada nəmay pezeşkiyan filan, orada zat deyil. Orada Hameneyi başda özünün dövlət içində dövləti var. Onun yanında İnqilab Qvardiyası, özel qüvvətlər, bankalar, şirkətlər, pullar, paralar, hər şey onun əlində. Ona görə də bu günləri savaşıyorlar, onların savaşıdır. Nasıl ki vaxtıda Birinci Dünya Savaşından öncə Japoniya ilə Rus sarı savaştılar, yenildi Rusiya. O yenilmədən sonra nə oldu? 10-15 sənə sonra bizim orada demək ki, Rusiya dağıldı, Azərbaycan Xalq Cumhuriyyəti yarandı. Cumhuriyyətlər yarandı. 74 sənə ondan sonra əsas o cumhuriyyətlər yenidən bərpa oldu. Və bu dəfə Sovet dağılanda bizim də dövlət də, millətimiz də qatqıda bulundu, Soveti dağıtdılar. Sovet zəiflədi, iflasa uğradı, dağıldı. Bizim xeyrimizə oldu.
İndi burada veyahut Balkanlarda dağıldı Yugoslavya, murdarlık yuvasıydı. Gitti Albanya, dağıldı. Büyükler, azad ülkeler, azad devletler. Ona göre bu günleri gelip biz diyeceğiz, yok aman diye Azər, elə bizim başımızda bütün kasalar üzere hamısı bizim başımızda sınmalıdır. 1945-ci ildə dedilər, yox Azərbaycanın güneyində orada Pişəvəri hərəkatı var, tutsun. Və demək ki, ne olar? Olmasa, əksi olsa 3-cü savaş başlayar. Yalanla söylədilər. Ay Amerika gələcək, nüvə silahı atacaq, Stalin dedi koymaram. Hamısına xiyanət elədilər, Azərbaycanı vurdular, öz aralarında böldülər. Azərbaycandan o dönemde Türkiye'ye getmiş Azərbaycanın güneyindən bu günləri çıxırsan olmayan ay Boraltan körpüsü, özündən senaryo yaradırsan. Rus'un cinayetlerini de Rus faşizmini, Rus bolşevik faşistlerinin Azerbaycan'a, Türkiye'ye karşı de cinayetlerine büyük Kırım'dan danışacak. Kırım gitti. Gedire Kırım. Trump'ın ağzından da çıkmış ki burada Kırım vardı. Hani Kırım? Ve bəs onda demek ki o dönemde de Tarimi adında Tarimi delegesi vardı. Pişəvəri Türkiye'ye gönderir. Ne oldu olar? Ha? O siyaset değişilmelidir. Biz zalim Türkiye deyirik. Devletin Türkiye deyirik bu farsların karşısında, bu irtizacıların, mühimacıların karşısında. Ve düğünde sık derece kırmıyor. Yok, Araz Nehri'nin otayında mahnı yok yazalım. Mahnı da öyle, Kurtuluş Savaşı'dır bu. Bu direnişti. Bu işkenceler, həbslər, ekmeğin kesilmesi, çalışmasının yok olması, eğitimin yokluğu, dilin kesilmesidir. Hansı mahnını okuyacaq? Yoksa her bir nene sığır, Heydər Babadan bir şehir okuyacağım. Ankara'ya gelen de Əhməd Heydər Baba, biri de Bakıya qaçır gəlir, bu da case olur. Case. Baxın da məndə də hər qarğa durur, gəlir Bakıya qarğa. Başta hiç deyirlər, baxın Heydər Baba oxuyur ha. Ne Heydər Baba deyirsən, toplar qapıda diye, avtomatlar, tuşkalar kapıda diye, zindanlar Tehranda. Sayın İmdad Bey. Demek ki 2 yıl bundan önce bizim günahsız insanlarımızı her zamanki kimi yakaladılar, soktular evin zindanına. Biliriz ne kadar olarak hapis verdiler. 126 sene. Dünən yox İsrail gün başka bir dəstənin Təbrizdə Azərbaycanlıları hapse aldılar. Bilirsiniz, hökm verdiler. 96 sene. Hesada göre. Özde bunlar hepsine deylərsiniz. Türkiye ve Azerbaycan Cumhuriyetinin casusudur. İşpiyonsuz. Bakın. Ve kimse de bunların adını çəkmədi. Abbas Bəy Lisani Birleşmiş Milletler Təşkilatında İran adlanan yerde dilimizi, kültürümüzü, kurtuluşumuzu dəstəkləyib. Bu da bu günləri həbsdə vurublar, kolun sındırıblar, bilinmeyen bir hapse atıblar adamı. Dünyada tanıdı, Birleşmiş Milletler tanıyır. Abbas Bəy Lisani liderdi. Bəs hardadır bu Türkiye? Bəs hardadır bu Azerbaycan? Olmasın dilimle al. Olmasın ki kurtuluş harekatına karşı, bağımsızlık harekatına karşı, olan kişilere karşı, var olan milli harekata karşı sizin başka bir oyunuz var Tehran rejiminden öz aranızda. Neye göre? Niye? Bir rejim ki demek öz esaret aldığı milletler tarafından dağılmağa doğru gelir ve dağılırlar ve dağılacak. Dağılacak. Ay korkuyorlar, yok yarın da 3 milyon bura Azerbaycan'ın güneyinden gelenler duvar seçer. 950 kilometre duvar seçer. Afganlar gelir. Afganlar gelir. O üzere. Özü bırakırız. Hamısı da terörist. Ay güneyle, ay de belki Azerbaycan'la Araz Nehri boyu demek yolda kuru sərhədləri bağlayaq, Güneyliler gelecek. Güneyli gelecek. 3 milyon da gelir. Ne oldu be? 7 milyon Suriyeli gelip orada yapılanıp yediler, içtiler. Her yanda Urfa'dan Ankara'ya dek, Ankara'dan İzmir'e dek at oynadılar. Ve demek ki vatandaşlık da koydun onların cebine, pasport da koydun. Hesat olmadan Güneyli gelecek. Güneyliye ne veririz? Ankara'da ve Bakü'de Güneyliye bir samanla kaderi, bir denen zıkkını, kibrit çöpü boyda bir hak vermeyipsiniz. Hele söz yoktu. Ama sizlerin bu əməlləri bizi Türkiye'de devletimize karşı, Azerbaycan'da devletimize karşı bizde bir değişik, biz təviz vermərik. Bu bayrak bizim, bu devlet bizim, bu ordu bizim, bu millet bizim.
Millət özü yeri zamanı gələcək. Bu millət göstərəcək ki, necə, nasıl ki Qarabağda, nasıl ki Azərbaycan bağımsız olandan sonra, nasıl ki 1915'te Azərbaycanın güneyində Cinolar və ermənilər at oynananda Azərbaycan'a Türk ordusu gəldi. Azərbaycanın kuzeyində də. Ona görə də Sayın İmdad bəy, bizim dost ölkələrə yox, həm də üstəlik demokrasi dünyasına, azadlıq dünyasına, modern dünyaya, dünyavisi sekular dünyaya bizim zərərimiz yoxdur bu qurtuluşun. Nasıl ki Azərbaycanın bu günləri, nasıl ki Türkiye'nin. Biz her zaman ədaletin yanındayız, demokrasinin yanındayız. Mücadiləmiz də demokratik mücadilədir. Niyə çoğunluqdur bu millət? Və bu günləri İran adlanan yerdə çığırırlar. Ay Məhəmməd Rıza, bu çocuk, bu oğlan Amerikada göndərir, çıxır, demiş ki, yaşasın şah. İndi hatırırlar, Tehranda orada burada bir sokaklarda bir iki nəfəri örgəni çəkib televizyonlarında göstərirlər. Bu nə deyirsən, bu sünni zəka ilə da yayırlar. İran adlanan yerdə hamı şahisi. Gəl da, gələrsən, görərsən. Dədənin də, atanın da kulağından bu Amerikalılarla İngilizləri apardılar. Ağlaya-ağlaya öldülər. Qalsaydılar görəcəkdir. Sən şahsan, hə? Gəlirsən, hə? Xalq mücahidləri ay gələcəkmiş. Bu günləri çıxıb söyləyirlər də bu şahsa. Vay Azərbaycan niyə dəstəkləmir Türklər məni? Nəyə dəstəkləsin səni? Sənin burada yox, burada yox. Dədəm, baban hamınız. Əlləriz qara batıb Azərbaycan. Türk düşmanısınız. Dünyadan bizi təzir elədiniz. Getdiniz Bakıda bir nəfəri, iki nəfəri. Türkiye'de, Ankara'da bir iki nəfəri anlattınız. Onda elə bilirsiniz, külli milləti, Türk dövlətini anlada bilməzsiniz. Kimsə bunu yapa bilməyib tarix boyu. Türk dövlətlərini anlatmaq olmaz. Və Türk milləti bir zaman görərsən susuzluqdur. Bu susuzluq o dəyər ki, demək ki, sürücülük qəbul edir. Və necə ki, baxın, görün, həftələr içində İran adlanan yerdə görəcəksiniz. Bu Azərbaycanın güneyində bu günkü susuzluq Təbrizdə, o demək deyil ki, Təbrizdə şahis deyirlər, har mücahidi və İran adlanan yerdən alan başqa bir yönətimi ki, hətta demək ki, Netanyahu və yaxud Amerika dəstəkləyir. Xeyr, elə deyil. Təbrizdə, Urumiyədə, Ərdəbildə millət ayıqdır. Millət bilir. Millət keçən həftə o stadyonda dedi, tüpürüm şahsılığa dedi. Yaşasın Azərbaycan. 100 bin adam tıqatı sığırdı keçən həftə, 10 gün bundan öncə. Tüpürüm şahsılığa. Təbriz söylədi. Və bugün Ərdəbildə öndə gedənlərimi, Təbrizdə öndə gedənlərimi həbsə alırsan, işgəncələrə məruz qoysan bu günlərdə və o tərəfdən də Bakıda deyirlər, ay bizim prezidentimiz filankəs Tehranda da bizim prezidentimiz var. Və sənin prezidentin nə qələt edir? Məktub yazdınız ki, dediniz ki, ay prezident orada insanlarımız grev kesildi, bir yardım. Nə dedi? O kimdir? Onun əlində nə var və nə eləyə biləcək? Onun qafası bozuq. O oranın köləsidir. O dövlətçilici qafalar bir açılmalıdır. Kim hara qulluq edir? Kim hansı dövlətə qulluq edir? Hansı dövlətçilicə qulluq edir? O bayraq altındadır. Həmin o Məsud Pezeşkiyan quş qondurmaz Türkiye Cumhuriyyəti dövlətinə yabancı dövlət deyil. Azərbaycan dövlətinə yabancı dövlət deyil. Azərbaycan bayrağını, Azərbaycan Türkiye dövlətinin bayrağını maydanlarda bu güneylər stadyonlarda qaldıranda deyir, o nə diyorlar, niyə qaldırırsınız? Amma mənim millətim o maydanlarda Tehran bayrağını qaldırmır. Heç var. Ona görə də Sayın İmdad bəy, bizim də hərəkat pusudadır. Yaxşı, siz Tehranda bu yönetimin tükünü tökürsünüz, istəyirsiniz biraz vurun, artıq davırın. Biz də deyəcəyik, yayacaq, yaxşı da vurursunuz. Millətləri deyirik, əlinizə sağlıq, laf yaxşı edirsiniz. İsraillə savaşırsınız, özünüz çağırıbsınız. Biz gedək deyək ki, amandır, Netanyahu, məni vurma, məni vur. Hamene'yi vurma. Bu seyitleri, bu mallaları, bu nühakanları, bu irtizacıları, mühimmatçıları Fars dövlətinin aparıcı kolunu, fırıcı kolunu vurma. Teröristleri vurma, beni vur. Hayır. Öyle söhbət yok. Vurursan özləri istəyir, get vur, özünüz bilərsiniz. Sen vurmasan o vuracaq. Amma deyirlər ki, ahı vurar, onunla İran adlarına qatışar. Qatışacaq. Bu millətlər vuracaq, yığılıblar. Qurtarıb bu iş. Yaxşı. Bir-birini vurup dağıdırlar. Sonra da siz gələcək Azərbaycana. Ya bugünkü rejim, ya yarın hansı bir quldur dəstə. PJAK mi? PKK mi?
Tehrandan hansı bir şahsısı mı, hak müzahidi mi, hansı ballası mı, ne bileyim bir kravatlısı mı yollayacağız Tehrandan? Tehrandan çıkıpsa Tehranın özünde o 7 milyon Türk sizin ağrınıza çıkacak. Qəzvinə doğru bir adım atsanız Qəzvində işiniz qutarıbdır. Gələ bilməzsiniz Azərbaycana. Vətəndaş savaşı istəyirsiniz, iç savaşı istəyirsiniz, bismillah. Sayın Başkanım. Ona göre de bu günleri Amerikalılar, bitiririm Sayın Bey, bu günleri Amerikalılar arkanızdan ellerini götürsünler ve bu milletler de ki bu günleri biz biliriz, bu milletler size bu devletçiliğe, irticiye, mühimmatçıya, işgalçıya karşı filos, bu milletlerin hamısının kanına eliniz batıbdır. Sizi tüpürürler. Bu milletlerin necə canınıza daraşıb özünüzlə deyirsiniz ki, ay uzqar köyler bize karşı kalır. Koy darasın canınıza, otoritesi sındırsınlar. Day bir de Azerbaycan'ın üstüne gene bilmeyesiniz. Hamılıdan Sayın Başkanım, şimdi şu anda bir orada Fars Molla Devleti'ne karşı bir direniş mücadelesi var. Ve bir karşı koyma var. Karşı tarafı da Molla rejimi de buna silahla karşı kendi varlığını sürdürmek için bir mücadele veriyor. Diğer taraftan da Amerika emperyalist bir ülke. O da işte ben İran'a karşı size İran'ı vurarak yardım yapayım diyor. Tabii bu Amerikan çıkarlarına da değerli olan bir şey. Diğer taraftan da lobisi kuvvetli olan bir şah kalıntıları var Amerika'da. Bunun üzerinde de bilgi vermiştiniz zaten. Şimdi sonuç olarak bu gidişat İran Molla rejiminin dağılmasına bu yakın tarihlerde, yani dağılmasını yakın tarihlerde görebilecek miyiz? Burada Güney Azerbaycan'ın bağımsızlığı için biz Türklerin alabileceğimiz tedbirlerimiz ne? Ne şekilde hareket etmeliyiz? Çünkü dış güçlerin etkisi bizi bu konuda zorlayabilir. Çünkü onlar kendi menfaatleri düşündüğünden dolayı bizi zorlayabilir. Bize bir de şöyle bir şey var. Güney Azerbaycan'ın Türkiye'ye karşı komşu olmasını da istemezler. Yarın öbür gün bir Kürt tampon devleti oluştururlar mı? Veya işte bugün Kuzey Irak'ta olduğu gibi, işte Suriye'de olduğu gibi oluştururlar mı? Biliyorsunuz Amerika bunlara destek veriyor. Zaten bir büyük Kürdistan projesi var ortada. Bu konuda neler söyleyebilirsiniz? efendim İmdat Bey, demek bu günleri Türk devletlerimizde olan yönetimlerin zamanı kaybettiler. Zamanı utuzdular. Demek ki 80'li senelerden hele götürək belə Sovet var olan o dönemde var olan Sovet sisteminin ve vaxtıyla sonrası Batı dünyasının dəstəyi Türkiye bir terör dəstələrini, Kürt cihazları ve başka dəstələri yıkaladılar Türk devletçiliğinin üstüne. Sonradan da Azerbaycan Cumhuriyeti'nde istiqlaldan sonra, istiqlal bərpa olandan sonra Azerbaycan'a bir demek ki 30 seneden artık bir işgalci, terörcü Ermeni dəstələrini gətirdilər. Və belə bir durumda Türkiye'de, Azerbaycan'da da Azerbaycan'ın güneyinde var olan bir milleti, var olan bir milleti ya gözün çıktıya saldılar, ya görmediler, ya görmek istemediler. Zamanı kaybettiler. Silah her şeyi demek ki ayarlamır. Silah her şeyi düzenlemir. Var olan millettir. Esas budur. Ama bakın görün, ister Irak'ta olsun, özellikle isterse demek ki Suriye'de veya o da böyle bu günleri Türkiye'de teröristlerin içinden getirirler, bir başka bir bardak su dökürler başlarına. Bunların içinden devlet adamı çıkardılar ve bunları haklı çıkardılar. Teröre bir pay verir. Türk çocuğunu, Türk mehmetçiliğini öldüren, Türk demek ki mekteplerini yandıran, Türkiye'de demek ki 40 bine yakın demek ki benim insanlarımı, hocalarımı, hemşirelerimi öldürenleri, Durasan demek bu günde teröristler günler. Ve davamlı bunun demek ki gelir, eşik gelir, dayış gelir, ne bileyim, ama bu doludular. Bunları Türkiye'de teröristleri desteklerler ve sonrasından da
Bu günlerde deyirlər, yaşlılar, Kürtlər burada dövlət yaradır. Kürtlər gələk yönetimdə demək ki, pay almalıdır. Və sənin böyük burada Azərbaycanın güneyində, Sayın İmdad bəy, Azərbaycanın güneyində böyük 5-6 kişi, 5-6 tayfadan, zatdan ibarət deyil, 40 milyon Kürtlər söhbət gedir. Azərbaycan topraklarından söhbət gedir. Təbrizdən söhbət gedir. Təbriz zamanında İstanbul'la demək ki, omuz-omuza bir yerdeydi. Təbrizdir. Urmiye, Türk'ün tarihi, varlığı, her şey. Görün başına neler getiripler. Özleri de açık söyleyirler ki gölü kuruttuk. Erdebil, bilirler ki Erdebil. Ve bizim təhcə bu 3 tane illər deyir. Bellidir bizim bu günləri Irak'ta, bizim Türklərimiz dövüşür də Qəzvində, Irak'ta, Ənzəlidə, Muğanda, Sulduzda. Yani Azerbaycan'ın suğurları, sınırları da belli. Ve burada 40 milyondan artık olan İran genelinde Halazlar, Afşarlar, Qaşqaylar, Hicazçılar, demek ki biz burada emperyal bir devletimiz olup değil. Ve bu günleri o millet her yanda var. Ona göre de bu günleri bunun esas merkezi bir-birine demek ki qonşu toprakları Azerbaycan'da var olan bir milleti hiç sayatan bu silahtan da güçlüdür. Her bir şey küçük örgütlerden de bu milletin demek ki var olan örgütüdür, millet değil. Ve demek ki bizim ulularımız da başta Mustafa Kemal olmakla millet deyiblər, esas egemenlik milletidir. Bəs niye biz demek ki biz düşmanlarımızla bilirik, düşmanla savaşarlar. Ama dostla konuşarlar, diyaloga girerler. Düşmanı ama bakın Ermeni pis güne salandan sonra konuşarsan veya düşman çekiler öz yuvasına, öz yerine çekiler, gelişmiş dünyada şimdi de konuşa öz onuruyla milletini düşünerek, devletini düşünerek, remzilerini, atributlarını. Ona göre Azerbaycan'ın başının üstünden, Azerbaycan'ın güneyinin başının üstünden biz buna Azerbaycan'ın güneyinden öteri Böyük Əbilfəz Elçi Bey bir hakimiyeti, bir kurulduğunu verdi. Hepsi de araştırar Əbilfəz Elçi Bey açanına Rusya başta olmakla Azerbaycan'a karşı bir işgalçı, bir terörist Ermeni dəstəklədilər ve daxildə biri de demek ki sütü bozukları dəstəklədilər. Azerbaycan devletine karşı Əbilfəz Elçi Bey Azerbaycan'ın güneyini demesin. Əbilfəz Elçi Bey deyirdi ona göre ki Azerbaycan'ın 85 bin kvadrat kilometresi onda çoxunu Ermeni Rusun eliyle, Rusun dəstəyle işgal etmişti. Bu emperyalistlerin karşısında dayanmağı çətin. Bu günde ve bu günde Türkiye olmasa çətin. Ama Azerbaycan'ın güneyi 40 milyon, 50 milyonlu Azerbaycan. Bu günleri her zaman deyilir Zəngəzur, Tehran rejimi de direği bəyağını ki Zəngəzur demək. Niye? Bilir ki Zəngəzur demək, yani Azerbaycan'ın güneyinin demek ki üstünden dumanlar götürülmesi. Azerbaycan demek ki görünmeli, gün üzüne çıkmalı. Azerbaycan'ın bağımsızlığı bu günleri nasıl ki Azerbaycan'ın kuzeyi öz töhfələrini verdi Türk dünyasına ve verəcək de güçlü bir devlet, var olan bir devlet, Türkiye ile omuz omuza yarın Azerbaycan'ın güneyi kurtaranda bunu Rus sarlığı, Rus emperyası, Batı dünyası da çalışıplar olmasın ama her zaman Azerbaycan'ın güneyi ve Azerbaycanlar yolda olurlar. Bütün Azerbaycan yaratsınlar. Bu bizim iddiamızdı. Bizim toprağımızın bir bölümünü Rus Çar devletinden kapatlayıp almıştı. Aziz milletimiz, büyük milletimiz Azerbaycan'ın kuzeyinde mücadele yürüttü. Nasıl ki Cumhuriyeti yaratmıştı. Cumhuriyeti orada Cumhur devleti yarattı. Halk Cumhuriyetini yarattı. Sonra Rus işgal edildi ama uda bilmedi. 74 seneden sonra yeniden yine Azerbaycan'da bizim aziz, sevimli milletimiz Rus emperyasına karşı gitti. Demokratik mücadele yürüttü.
Əbülfəz Elçibəyin başçılığında və Azərbaycanın quzeyində dövləti bərpa elədi. Bugünkü dövlətimizi bərpa elədi. 200 ildən sonra müstəqil dövlətimizi, bayrağımız dalgalandı, ordumuz yenilendi. Rus ordusu değildi bu, Rus eğitimlisi değildi. Türkiye eğitimlisi orduydu bu. Ve Azerbaycan'dan demek ki 200 seneden sonra bu Ermənini çıxartdı. Ermənini demek ki bu tədbirə gətirdik. Daha gedib İmralıdan götürüb Erməni teröristleri gətirib demədik ya başımıza mı? Qon başımıza. Yok. İndi bakın görün Azerbaycan'ın böyük bölümü, yüz binlerce kilometre böyüklükte olan Azerbaycan'ın güneyi bağımsızlığı əldə etsə, bu günleri Türkiye'ye ehtiyac yoktur ki, gələ 950 kilometrelik bir sınır yapı Azerbaycan'ın göbeğinde. Ay terörizme karşı filan, o lazım olmayacak. Ona göre de sabahları Azerbaycan'ın güneyindeki bu devlet, kuzeydeki devletlə birgə bütün Azerbaycan, bu idadı, bu milleti Azerbaycan Türk'ünün isteğiydi. Bütün bir devlet yaranacak. Bunu kimsədən karşısına alabilmeyecek. Bu tarihi ədalətdir. Hukukun içinde yerleşen bir isteğdir. Aykırı değil kimsenin hukukuna. Fars yeri diyor burada Fars yok. Ermeni toprağı değil. Nitekim Rus toprağı değil. Bu Azerbaycan'dır. O tayda bu tayda. Şimdi bu direniş Sayın Başkanım. Güneyde de isimleri değişsinler. Versinler ona bunu. Bu günleri ama bu Rus Fars devleti nasıl ki Ermeni Rus biz güne düşmüşler Azerbaycan'ın kuzeyinde bağımsızlığımızı elde ettik ve bu günleri güçlenmiştik. Azerbaycan'ın güneyinde de indi bu tarihi fürsət eldedir. Tehran dağılır. Pişəvəri demişken Tehran abad olduğu zaman biz bərbad olarıq. Bugün Tehran dağılır. Bunlar birbirinin canına düşüblər. Bunlar hakimiyet davası uğrunda birbirini yemək istəyirlər. Birbirini çırmaq istəyirlər. Ve başka milletler de bunlardan hesabı sürütmək istəyir. Ve demek ki başka ülkelerde 40 seneden artıqdır bunlar istəyirlər ki bu Yahud milletine karşı, devletine karşı savaşalar denize dökeler. İndi gelip deyik yaxşı. Silahım hazır gelmişəm söndürən bu yerleri. Söndürsün. Ve bunları demek ki korkuya salsın. Bunlar dilərgin düşsün. Seydəli Xaməni istəyir gedər geçsin Bəşar Əsədinə. Və yaxud Maduro ilə uçsunlar Moskvada pulları orada aparar. Mallalar istəyirlər o deyə Kərbəla qalır. Geçsinlər uçsunlar. Demek ki İslam dünyasında ülkeler var yalvarır bunlara. İstersinler hiç yarada yol vermeyecekler elbette. Ama İran adlanan yerde bu otorite sınmalıdır. Bu Fars'ı, bu Kəzayı, bu yalancı egemenliği şah adına, din adına sınmalıdır. Azerbaycan'ın güneyinde de deyirlər niye katılmırlar? Her defa Azerbaycanlılar katılıp yeniden bir senaryo, bir tane oyun yapırsınız. Ve bu milleti, bu Türk'ü anlatırsınız. Başka adına gelipsiniz. Ama o zaman emperyalist devletleri burada yediler. 5 tane emperyalist devleti size yardım edirdi açıkçası Azerbaycan'a karşı, Türkiye karşı. Korkmuştunuz. Böyle korkmuştunuz, bilirdiniz. Çanakkale'dan sonra ayıp düştünüz. Mustafa Kemal'ın sizin ağzınıza vurduğu o şapalak, benim Mehmetçiğim sizin ağzınıza vurduğu o şapalaktan korktunuz. Geldiniz demek ki Azerbaycan'dan bunun adına çıktınız. Ozunu çıktınız. Kuzey ve Türk dünyasını verdiniz Rus'a. Bir anda götürdünüz özünüz onu. Bunlar hamısı vardı ya. Hamısı George Allen'in filanın o zamanki demek ki danışıkları, yansızlıkları, bozdukları var. Ama bu günleri bir tane 45 sene bundan önce bir inqilab oldu. Yarıda kırdınız. Koymadınız. Azerbaycan Türkleri şahsını uçun idarəsini küçülttüler. Ama tez irtizacı mallacıqazları getirir. Nasıl ki Rusya'da Türk milleti başka milletlerle birlikte Baltıkanı, Kazak, demek ki Kırgız, ondan sonra Gürcüler de, Ukraynalar da Rus imperiyatını dağıtırdılar, kurtarırdı, Sovyeti dağıttılar. Ama ne oldu? Batılılar geldi. Ay bu Ruslar demokrat olur. Yeltsin demokrattı. Ay demek ki Bush'un da Putin girdiler Gorgola. Çektiler onun sizlicine. Ay demek ki Rusya demokrat olur. Ruslar demokrat olmaz. Bu devletçilik kökünden esaslar emperyalist bir devletti. Ona göre ne oldu?
Və amma bu günləri bu Ruslar hər zaman başlarını palçığa zorlar. Getdi başını istədi 48 saata Ukrayna'da tutar. Ukrayna'da bir dövlət, bir millət, bir ordu yarandı və bu günlərdə nə qədər çətinlik yaratsalar belə Rusu qorumaq istəyirlər. Amma bu Ukrayna özünü də qorudu, saxladı və bu Putin də quzu danışığa gəlir. Üzdə göstərir, ay gəlmərəm, ay vuraram. 2 dənə puan atarsan, 4'ü mən atarım Ukraynadan. Və Trump da deyir, gecə gündüz yalvarıyor, demək ki, cənab Zelenskiyə, sən Kremlini vurma, ha. O gündə Putin çıxdı, ay mənim qərargahımı burada yalandan. Emperyalist dövlətlər qorxuya düşəndə belə edərlər. İndi isə amma dən gəlib hər şey. Amerikası, İsraili və bir də əsas güc İran adlanan yerdə millətlər ayaqdadılar. Azərbaycan, Türkiye, Azərbaycan da pusuda hazır. Əgər de düşman yenilənəcək, gələcəksə, onda Azərbaycanlılar bilirlər nə yapacaqlar. Sən Təbrizə doğru gələrsən, bugün Təbrizdə sənin demək ki, siz söylədiniz, silah yox, silah var. Təbrizdə demək ki, düşərgələrdə keçmiş inqilabda Türklər gəldilər Urumiyədə, Qoşatayda, Soğuk Bulaqda silahları götürdülər. O demək ki, kazarmalardan, ordunun yerlərindən götürdülər. O Türk'e karşı başladılar, soydurum yapalım. Ama bu da böyle değil. Azerbaycan'ın güneyinde kırıcı uçaklar da var, silah da var ve o adamlar ki Farslılar, onlar kaçacak hamısı. Fars'a hizmet verenler kaçacaklar. Örnek var. 1945'te de kaçmıştılar ama bu defa kayda bilmezler. Ve bu silahlar da bu milletindir. Saatler içinde bu millet o silahları elde edecek. Terörda kullanmayacak. İşgalçını ülkeden çıkartacak. Qayıdıb gəlməyinə izin vermeyecek. Ve bir de bir şey var söyledim. Bu günləri başka milletlerle birlikte Qaşqaylar, Afşarlar, Halaclar, Xorasan türləri onlar da hamısı və Tehranda 7 milyon Türk səni qoymayacaq qımıldayasan. Nereye gedirsən? Təbrizə doğru gedirsən, sən qələt edirsən. Yığıb yığıştıra bilməyəcəksən. Fars egemenliği, yalancı egemenlik qırılacaq. Ona göre bu günləri ay İsrail geldi, ay Amerika geldi. Gəlin Fars dövlətçiligini qoruyayım. Və yaxud şahsılara deyirlər ki, yox ki biz gedək ondan bunu sağlayın. Yox, belə şeylər yoxdur. Ona göre de ama biz bağımsızlıq koymuşuq. Yaxşı. Bizim demək ki, əsas koyduğumuz yol budur. Azərbaycanın güneyinin bağımsızlığı, tam Azərbaycanın bağımsız dövlətini yaradıb, işğalçıları Azərbaycandan çıxartmaq. İndi də panikə qapanmırıq. Ay getdilər, biz qaldıq, sıradan qalan qotur olar. Gəlin əl-ələ verəyin, biz getməsək, bunlar demək ki, bacara bilməyəcəklər, bacarsalar, nəyi bacarırlar? Yəni, bunları gətirək Tehranda oturdaq. Onsuz da bu İran adlanan yeri hər tərəfli dağılacaq. Ya eləsinə, ya beləsinə. Yəni, bunlar orada zəiflədi, dağıldılar. Azərbaycana üst tuta bilməzlər. Azərbaycanda da biz, ya bunlar demək ki, zəifləsin, otoritələri sınsın, egemenlikləri pozulsun. Biz millətimizin egemenliğine, bütövlüyünə dayanaraq Azərbaycanın güneyini bağımsız edam edilib. Biz Somali'dən zat deyirik ki 1 milyon, 2 milyondan olaq belə Qırmızı dənizin ortasında. Xeyr, bir Azərbaycanın güneyiyiz. Burada topraklarımız belli. Ona göre de tarihin əsas demək ki, burada devriyədə olan siyasətlərin, planların, senaryoların devriyədə olan yerləri. Ya demək ki, bu günlərdə Azərbaycanın adı çəkilmir. Aynen hansı dərəcəğazdan bir adam tapıb gətirirlər. Da o döyür keçdi. Ona göre de biz Azərbaycanın güneyinin bağımsızlığını elan edəcəyik, işğalçını çıxardırıq. Kimsələr də vətəndaş çatışmamazlığına gedəcəklər, savaşına gedəcəklər. Onlar demək ki, kaybedərlər. Onlar da buna gücləri çatmayacaq. Hər millət, hər demək ki, qrup özləri öz yerlərində dövlətlərini quracaq. Nasıl ki, bir keçən həftə ilə bu Quşqondurmaz, bu Məsud da söylədi. 6 dövlət yaradacaq İran adlanan yerdə, o söyləyirdi. Və başqaları deyir, 10 dövlət yaradacaq. 10 dövlət yaransın. Yugoslavia dağıldı, 15 dövlət yarandı. Sovetlər dağıldı, hələ 15'i çıxıb hələ çıxacaq. Türk dövlətləri çıxacaq. Ona göre de biz Azərbaycanın güneyində öz bağımsızlığımızı qoyacaq. Bizim sınırlarımızdan da kimsə toprak qopardacaq, hara aparacaq. Öyle olmaz. Necə ki bu günləri Azərbaycanın quzeyində
Necə ki biz göstərdik və göstərəcəyik də. Biz Qafqazların bəyi bizik. Bunu demək ki 40 sənədir deyirəm. Və burada da, bu torpaqlarda da buranın bəyi bizik. Bütün Azərbaycan birliyi yaranacaq. Bu iddia bizim tarixi iddiamızdır. O Türk dövlətidir, Güney Azərbaycan Türk Cumhuriyyəti. Biz Türkiyə Cumhuriyyətimizlə, Azərbaycan Cumhuriyyətimizlə, Kuzey Kıbrıs Türk Cumhuriyyətimizlə və demək Türk dünyasında olan dövlətlərimizlə və əsarətli olan Rus baskısı altında, Çin baskısı altında olan Uyğurlarımız, Başqurtlarımız, Qaqavuzlarımızla birlikdə biz əl-ələ verib omuz-omuza gerçək bir Türk dövlətlər birliyi, Türk birliyi yaradacağıq və bunun da imkanları var olan imkanları da yetəcək ki, dövlətlərimizi, millətlərimizi qorusunlar. Var olasınız, təşəkkür edirəm. Evet değerli izleyicilerimiz, sevgili konuklarımız, Güney Azerbaycan Demokratik Türk Birliği Genel Başkanı Sayın Ejder Takizade Bey ile şu anda Güney Azerbaycan'da ve İran'da olan durumları konuştuk. Ben buradan kendilerine çok teşekkür ediyorum. Önümüzdeki hafta yine konuyla ilgili yayında olacağız. Bizleri izlediğiniz için teşekkür ediyorum.